Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlərim. Bugün mən sizə Molla Pənah Vaqifin pəri qoşmasının həm məzmun xüsusiyyətlərini, həm də forma xüsusiyyətlərinin təhlilini verəcəm. Qeyd edeyim ki, şairin digər qoşması, hayf ki yoxdur qoşmasının təhlilini kanalda mahnı siyahıları hissəsindən ədəbiyyat izahlarına daxil olub, oradan izləyə bilərsiniz. Və ekranda gördüyünüz əlaqə nömrəsini WhatsApp ilə əlaqə saxlayaraq həm əyani, həm də onlayn dərslər haqqında məlumat ala bilərsiniz. Gəlin baxaq, pəri qoşması ümumiyyətlə hansı mövzudadır, nəyə əhatə eləyir, nədən bəhs eləyir? Həyata əks etdirmə növü lirik növdədir bildiyimiz kimi və mövzu olaraq isə insanın həm mənəvi, həm də zahiri gözəlliyinin tərənnümünə bəhs olunur. Janrı qoşmadır, lirik növdə qoşma janrında yazılmışdır və gözəlləmədir. Qafiyə quruluşuna fikir verək, ümumiyyətlə, yəni həm misra daxili bölgülərinə, həm qafiyə quruluşuna fikir verək. Vəzn olaraq hecab vəznində yazılmışdı. Pəri burada rədifdir. Qeyd edeyim ki, pəri sözü hər misrada rədifdən istifadə olunmuşdu və şeir də rədifə əsasən adlandırılmışdı. Boyun sürahidir, bədənin büllur, gərdənin çəkilmiş minadan pəri. Sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşılbaş sonadan pəri. Burada görürsünüz ki, büllur, minadan, cüda düşübsən, sonadan. Bax burada A, B, sonra demək bədəni büllur, minadan A, B, C, B formasında qafiyələnmişdir. Digərləri ixtilatın şirin sözün məzəli, şəkər gülüşündən canlar təzəli, ellər yaraşığı ölkə gözəli, nə gözəl doğubsan anadan pəri. Burada da məzəli, təzəli, gözəli. Burada da qeyd olunduğu kimi, məsələn, Ç ilə izah eləyək, Ç və sonuncu misra yenə də birinci bəndin ikinci və dördüncü misraları ilə həm qafiyədir. Digərləri də nazik, 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 tel, bel, dil nazik. Bunlar da yenə də öz aralarında qafiyələnir və sonuncu misra isə hənadan pəri, anadan, sonadan. Bax, burada hamısı görürsünüz, bunlar qafiyə təşkil edir bir-biri ilə və burada da B formasında qafiyəli. Digər bəndləri də yazmıram daha və o formada qafiyələnəcək. Yəni ilk bənd, ikinci, dördüncü misralar qafiyələnir bir-birinə, birinci, üçüncü misralar sərbəstdir. Digərlərində isə ilk üç misra öz arasında qafiyələnir və sonuncu misra isə birinci bəndin ikinci, dördüncü misrası ilə həm qafiyə təşkil edir. Gəlin indi misra daxili bölgüsünə baxaq. Boyun sürahidir, bədənin büllur. Ümumiyyətlə, qoşma janrında yazılmış şeirlərdə bütöv söz prinsipinə əsaslanır. Yəni, əruz vəznində olduğu kimi, yəni sözləri bir hissəsini bir tərəfdə bölüb digər hissəyə keçirdə bilmərik. Yəni, bölgünü bu formada eləyə bilmərik. Boyun sürahidir, bədənin büllur, gərdənin çəkilmiş minadan pəri. Sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşılbaş sonadan pəri. Bax, buradan da saysaq görərik ki, 6 üstə gəlmək 5 formasında qafiyələnmişdir. Digər yəni misralarda da 2, 3, 4-cü misrada da eyni formada misra daxili bölgü prinsipi davam edir. Digərlər keçək. İxtilatın şirin, sözün məzəli, şəkər gülüşündən canlar təzəli, ellər yaraşığı ölkə gözəli, nə gözəl doğubsan anadan pəri. Burada da yenə də bütün misralarda 6+5 formatı özünü göstərir. Üz yanında tökülübdür, tel nazik. Baxın, burada artıq bölgü prinsipi biraz fərqlidir. Üz yanında tökülübdür, tel nazik. Sinə meydan, zülf pərişan, bel nazik. Ağız nazik, dodaq nazik, dil nazik. Ağ əllərin, əlvan, hənadan pəri. Bax, ağ əllərin, əlvan, hənadan pəri. Bu formada demək, misra daxili bölgü davam edir. İlk 3, demək, 4-ə qədər çəkdim. İlk 3 demək, misrada 4 üstə gəlmək, 4 üstə gəlmək, 3 formatında misra daxili bölgü bölünür. Amma ağ əllərin əlvan hənadan pəri hissəsində isə artıq 6+5 formatında misra daxili bölgü davam edir. Ovçusu olmuşam, sən tək maralım. Xəyalımdan çıxmaz, burada sən tək, burada qoşma olduğuna görə bitki yazılmalıydı. Xəyalımdan çıxmaz hərgiz xəyalın. Ənliyi kirşanı neylər camalın. Sən ilə gözəlsən binadan pəri. Burada da yenə də bütün misralarda 6+5 formatı özünü göstərir misra daxili bölgü baxımından. Günəş təki hər çıxanda səhərdən. Günəş təki hər çıxanda səhərdən. Alırsan Vaqifin əqlini sərdən. Burada
bölgünü səhv qoydum. Alırsan Vaqifin əqlini sərdən. Duaçınam, salma məni nəzərdən. Əksik olmayasan sənadan pəri. Baxın, burada gəlin baxaq. 4 üstə gəlmək 4 üstə gəlmək 3. Burada baxaq, alırsan Vaqifin 3 burada, 3 burada, 6 üstə gəlmək 5. Burada 4 üstə gəlmək 4 üstə gəlmək 3. Əskik olmayasan, burada isə yenə də 6 üstə gəlmək 5. Aha, demək burada birinci, üçüncü misralarda demək 4 üstə gəlmək 4 üstə gəlmək 3, 2 və 4-cü misrada isə 6 plus 5 formatındadır. Və qeyd edeyim ki, görürsüz, bütün misra daxili bölgüləri böldüm və fikir verdinizsə, bir hissəsində bəzi bəndlərdə 6 plus 5 formatı özünü doğruldur. Yəni, məsələn, bax, birinci bənddə 6 plus 5 formatındadır. İkinci bənddə 6 plus 5 formatındadır və 4-cü bənddə 6 plus 5 formatındadır. Digər bəndlərdə isə bilavasitə 4 plus 4 üstə gəl 3 və 6 plus 5 formatında davam edir. İndi isə bunların hamısını sildikdən sonra mən sizə burada istifadə olunmuş sözlərin mənalarını və ümumiyyətlə nədən bəhs olunur, bizi çaşdıran ola bilər, bütün onların izahını verəcəm. Siz videonu izləyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Gəlin baxaq, birinci bənddə nədən bəhs eləyir? Boyun sürahidir, bədənin billur, gərdənin çəkilmiş minadan pəri. Sən ha bir sonasan cüda düşübsən, bir bölük yaşılbaş sonadan pəri. Deyir, boyun sürahidir, bədənin billur. Burada təşbihdən istifadə etmişdir uşaqlar. Təşbih. Və qeyd edeyim ki, mükəmməl təşbihdən istifadə eləyib. İndi onda səhv tutacaqlar ki, müəllimə 2 m-dan istifadə etmədiniz. Mükəmməl təşbihdən istifadə etmişdir və boyun sürahidir. Sürahi nə deməkdir uşaqlar? Sürahi su və ya şərab tökmək üçün uzunboğaz şüşə qab olur. Bax, ona bənzədir. Boyunu şüşə, o uzun bir şeyə bənzədilir, bədənin billura bənzədilir. Bədənini billura bənzədir. Yəni, burada təşbihdən istifadə etmişdir. Gərdənin çəkilmiş minadan pəri. Minadan isə gərdənin, yəni boyun, burada boyun minadan çəkilmişdir. Mina da burada metalın və yaxud da bəzi şeylərin üzərində çəkilən rəngli şüşəvari təbəqədir. Yəni, çox incə parlaq naxışı bildirir, yəni burada. Sən ha bir sonasan cüda düşübsən, burada pərini nəyə bənzədir? Sonaya bənzədir. Bax, bu hissəni diqqət mərkəzində saxlayın. Demək, nəyə bənzətdir? Sonaya bənzətdir və deyir ki, sən bir sonasan və cüda düşübsən, ayrı düşübsən, bir bölük yaşılbaş sonadan pəri. Yəni, sənin dəstəndən ayrı düşmüş bir sonaya bənzədir, yəni pərini. İxtilatın şirin, sözün məzəli, şəkər gülüşündən canlar təzəli. Ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğubsan anadan pəri. Ümumiyyətlə qeyd edeyim ki, Vaqif qoşmasında çaşdırıcı məqamlardan da biri odur ki, bəzi testlərdə salırlar ki, şair gözəlin zahiri gözəlliyini ön plana çıxarmışdır. Xeyr, həm zahiri, həm də daxili gözəlliyini ön plana çıxarmışdır. Məsələn, onun ixtilatının şirin olmağını, sözünün məzəli olmağını, onun zahiri görkəmi deyil, daxili keyfiyyətlərindən bəhs eləyir, yəni onun. Şəkər gülüşündən canlar təzəli. Bu da yəni onun gülüşünün canları təzələdiyini vurğulamışdı. İxtilat nədir? İxtilat söz, söhbət mənasındadır burada. Söz söhbətinin məzəli olduğunu vurğulayır. Şəkər gülüşündən canlar təzəli. Şəkər gülüş burada nədir? Təbii ki, epitetdən istifadə etmişdi. Epitet. Ellər yaraşığı ölkə gözəli adlandırır. Yəni, baxın, burada pərini ellər yaraşığı və ölkə gözəli adlandırır. Şeirin təhlilinin sonunda isə mən bu hissiyə vurğulayacağım. Dim ən çox çaşdırıcı testlər üzərindən saldığı testlərdə bax, bunu qeyd edir. Ellər yaraşığı və ölkə gözəli. Bunu da Vaqifin bir qoşması var ki, oradan olan bir misranı salır və şagirdlər, abituriyentlər də orada çaşqınlıq yaranır ki, bu, yəni sualı elə formada qurur ki, bu qoşma pəri qoşmasından
bir necə deyim, misramış kimi qələmə verilir və orada da abituriyentlər çaşırlar. Mən isə sonda həmin o hissiyə aydınlıq gətirəcəm. Ellər yaraşığı ölkə gözəli adlandırır pərini və deyir ki, nə gözəl doğubsan anadan pəri. Yəni anadan doğulandan gözəl olduğunu vurğulayır burada. Üz yanında tökülübdür tel nazik, sinə meydan, zülf pərişan, bel nazik, ağız nazik, dodaq nazik, dil nazik, ağ əllərin əlvan hənadan pəri. Üz yanında telin nazik olaraq tökülməyini deyir. Sinə meydan, bax sinənin meydan kimi olmağı şişirdir. Şişirtmə var burada. Şişirtmə. Zülf pərişan, zülf nədir? Saçdır. Saçın pərişan olmağını qeyd edir burada. Saç necə pərişan olsun ki, bu insana məxsus əlamətin cansız üzərinə köçürülməsi metafor var burada. Bel nazik, bel həqiqətən nazik ola bilər. Burada heç bir bədii ifadə və təsvir vasitəsi yoxdur. Ağız nazik, dodaq nazik, dil nazik. Ağ əllərin əlvan hənadan pəri. Yəni ağ əllərin əlvan hənadı. Həna da burada yəni xına mənasındadır. Ovçusu olmuşam sən tək maralın. Xəyalımdan çıxmaz hər giz xəyalın. Ənliyi kirşanı neylər camalın. Sən elə gözəlsən binadan pəri. Ovçusu olmuşam sən tək maralın. Sənin kimi maralın. Təşbih marala bənzədir burada. Bax bunu da diqqət mərkəzində bayaq qeyd elədim. Bax orada indi qayıdacağam həmin hissəyə. Bax burada sonaya bənzədir bunu. Burada marala bənzədir. Yəni təşbih vardır. Özünü isə ovçuya bənzədir. Bax bu hissəni də diqqət mərkəzində saxlayın. Ovçusu olmuşam sən tək maralın. Özünü də ovçuya bənzədir. Yəni əgər testlərdə düşsə ki, pərini nəyə bənzədir? Pərini marala bənzədir, sonaya bənzədir və bir də günəşə bənzədir. Son misrada günəşə bənzədir. Özünü isə ovçu. Yəni kimi qələmə verir burada. Xəyalımdan çıxmaz hər giz xəyalın. Hər giz burada heç vaxt mənasındadır. Əsla, qətiyyən. Əsla qətiyyən deyir ki, mənim xəyalımdan sənin xəyalın çıxmaz. Ənliyi kirşanı neylər camalım? Yəni burada deyir ki, ənli kirşan da üzə yəni istifadə olunan kosmetik vasitələrdir ki, deyir onları neylər sənin camalın? Camalın yəni üzün onları neyləyər? Sən elə gözəlsən binadan pəri. Yəni burada da qeyd eləmək istəyir ki, sənin sonradan bir bəzəyə ehtiyacın yoxdur. Sən elə əvvəldən binadan gözəlsən. Bu da binadan əvvəldən mənasındadır burada. Günəşdəki hər çıxanda səhərdən alırsan Vaqifin əqlini sərdən. Günəş, bax burada yenə də günəşə bənzədir, yenə qeyd eləyirəm. Sonaya bənzədir, marala bənzədir, günəşə bənzədir. Pərini özünü ovçuya bənzədir. Günəşdəki hər çıxanda səhərdən, səhər deyir çıxanda günəş kimi alırsan Vaqifin əqlini sərdən. Sər burada baş mənasındadır. Başdan alırsan deyir ağlını. Duaçınam, yəni mən sənə duaçıyam. Salma məni nəzərdən çıxarma. Əskik olmayasan, demək, sənadan pəri. Səna da burada dua mənasındadır. Sənadan pəri məni yəni nəzərdən çıxarma mənasındadır. Burada da yenə də təşbihdən istifadə etmişdi. Günəş kimi yenə də deyirəm bənzətmədən istifadə etmişdi. Və qeyd edeyim ki, yəni şeirdə şairin tanıdığı bir gözələ ithaf olunmuş bir şeirdir. Yəni burada xalq danışıq dilindən istifadə eləmişdi, ibarələrdən istifadə eləmişdi. Xüsusən alliterasiyalardan istifadə etmişdi. Bax, alliterasiyaları deyərkən uşaqlar deyirlər ki, müəllimə, harda alliterasiyadan istifadə olunmuşdu? Burada demək a bu assonası bildirir. Assonas. Nazik sözündə nazik, nazik, nazik görürsünüz n, z, k burada təkrarlanır. Yenə də alliterasiyadan istifadə etmişdi şeirin özündə. Və ağıllı bir qıza həsr olunmuşdu şeir və burada ellər, bir də qeyd edeyim ki, dedim sonda qeyd eləyəcəm, ellər yaraşığa ölkə gözəli adlandırmışdı və Dim də deyir ki, yəni sifətin göyçək olması Vaqifə görə hələ gözəl olmaq deyil, belələri, yəni ellər yaraşığa ölkə gözəl sayıla bilməz. Və onu gətirir ağlı ola həm kamalı gözəlin misrası və yaxud da qafiyə qəzəldən başının çıxması olduğu fikri pəri qoşmasına aid deyil. Mən indi həmin o qoşmanın bəndini yazacağam bura və həmin bəndə diqqət eləyin uşaqlar. O ümumiyyətlə gözəlin rədifli qoşmasına aiddir. Orada deyir ki, həmin bəndi yazıram bura. Özgə ilə hər giz olmaya işi qafiyə qəzəldən həm çıxa başı. Bulaq tək qaynaya həm gözü qaşı, gözü
qaşı artıq ola həm Kamalı, Gözəlin. Yəni bax bu bəndi qeyd eləyin özünüz üçün ki, bu misra Gözəlin rədifli qoşmasındandır və həmin demək qoşmanın bəndini salırlar pəri qoşması ilə eyni testlərin içərisində və şagirdlər də bundan çaşırlar. Şair ən sonda öz adını çəkməsə də təxəllüsünü çəkir, Vaqifin əqlini sərdən aldığını qeyd eləyir və bu da şeirin möhürbəndi hesab olunur. Möhürbənd. Demək, şeirin təhlili bu qədər. Siz şeirdən yararlandınızsa, təhlildən yararlandınızsa, yenə qeyd eləyirəm, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Sağ olun, sağlıqla qalın.